Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bizə bir neçə gün bundan öncə məlumat verilmişdi. Hətta o sosial şəbəkədə paylaşımlara baxmışdıq. Göyçay rayon Şəhadətlər Qarabağ kəndində yerləşən Su Meliorasiya İdarəsinin, suların təmizlənməsi idarəsi, belə deyək, onların dediyinə görə burada çirkab sular axıdılır, nə bilim mən Ucarın kəndlərinə, Zərdab tərəflərinə, Zərdab ərazisinə. Amma biz bu günlərim ictimai olaraq, bəli, özümüzə borc bildik, gələk burada maraqlanaq bu işlə əlaqədar. Və bu gün biz gəldik, yəni burada nümayəndə görüşdük, yerlərdə baxdıq. Qeyd edim ki, doğrudan da bax burada çox gözəl işlər görülür. Yəni biz o təmizlənmiş sulara da baxdıq. Mən qeyd edeyim ki, o sular tam kənd təsərrüfatı təyinatı üçün yararlı sulardır. Yəni qurğular işləyir hər biri çox yüksək səviyyədə. Hətta əraziyə biz baxış da keçirdik. Doğrudan da bu ərazidə hər şey çox gözəl təşkil olunub rəhbərlik tərəfindən. Səliqə, səhman, qurğuların işləməsi. Yəni bu ərazidə mən belə deyək, elə bir nöqsan görə bilmədim. Çünki görsəydik, əlbəttə biz bunu elan edərdik. Yəni biz bunu özümüz gözümüzlə görüb, real olaraq bunu çəkib biz ictimaiyyətə təqdim edirik ki, yəni bilsinlər ki, bax burada bu Şəhadət kəndi ərazisində bax yerləşən bu su təmizləyici zavod, yəni o qurğular hər biri yüksək səviyyədə işləş vəziyyətdədir. Yəni biz bunun şahidi olduq. Ona görə tam biz buradan ictimaiyyətə də bildiririk ki, burada yəni sular tam təmizlənir və kənd təsərrüfatının, belə deyək ki, torpaqların sulanması, ağacların sulanması, heyvanların içməsi üçün tam yararlı sulardır. Yəni tam texnoloji təmizlənir, dərmanlanır və buraxılır arxlara. Bu çox gözəldir, bu bizi sevindirdi və biz bunun şahidi olduqdan sonra özümüzə borc bilirik ki, bir ictimaiyyətçilər olaraq bunu təqdim edək insanlara, qoy görsünlər ki, yəni burada o müəyyən bəli şəbəkələrdə də paylaşımlar olur ki, belə deyək ki, burada nəsə qaydasında deyil, amma biz bunun özümüz gördük və şahidi olduq. Və inşallah ki, mən sadəcə olaraq burada ərazini çəkib indi sizə təqdim edəcəm. Burada hər şey göz oxşayır, hər şey çox gözəl, səliqə, səhman. Mən şəxsən ilk öncə Göyçay rayon icra başçısı Natiq müəllim Ağayevə minnətdaram bu işdə. Çox sağ olsun, burada daima diqqət yetirirlər və bax bu zavodu, buranı işlədən rəhbərliyə minnətdarım bildirirəm ki, sağ olsunlar ki, daima buranı diqqət mərkəzində saxlayırlar. Daima burada həm təmizlik işləri, həm səliqə, səhman çox yüksək səviyyədədir. Mən şəxsən birliyimiz adından, təşkilatımız adından minnətdarım bildirirəm həmin şəxslərə. Əziyyəti keçən hər bir şəxsə təşəkkürümü bildirirəm. Mən indi ərazini çəkib sizə təqdim edirəm və hər kəsə görsün ki, burada necə gözəl işlər görülür. Buyurun, baxın, bax burada göründüyü kimi nə qədər səliqə, səhman, gözəl işlər görülübdür. Və bir daha qeyd edim ki, bax elə bu səliqə, səhmandan da görünür ki, burada hər şey öz qaydasındadır. Bax burada göründüyü kimi təmizləyici qurğular da var. Hər biri çox yüksək səviyyədə fəaliyyət göstərir. Mən bir daha minnətdarım bildirirəm rəhbərliyə. Çünki bizə də burada icazə verirlər ki, girək baxaq. Çünki ictimai nəzarət real görülən işləri çəkir, təqdim edir. Real gözü ilə gördüyü və hansı orada negativ hal varsa onu da təqdim edir. Amma bu günlər biz burada o negativ halları görə bilmədik. Ona görə də bir daha qeyd edirəm ki, qurğuların işləməsi tam yüksək səviyyədə həyata keçirilir. Sular tam təmizlənir və arxlara buraxılır. Çox gözəl, eşq olsun, mən bir daha minnətdaram. Hər kəs bax belə işini görsə yaxşı, hər şeydə yaxşı olar, hər işlərimiz yaxşı gedir. Biz də gəldik, çəkdik və ictimaiyyətə təqdim etdik. Var olsunlar, hər bir vətəndaş, bəli, dövlətimiz üçün çalışmalıdır, hər bir məmur dövlətimiz üçün çalışmalıdır və çalışanlar da biz çəkib təqdim edirik ki, bax, belə işlər görülür. Eşq olsun. Hər kəsə Allah xalqımızı qorusun, dövlətimizi, prezidenti qorusun. Diqqət etsin, minnətdarım bildirirəm.